Salam aleykum. Deməli, alkan karbon N H2N plus 2'dir. Yanında da N plus 1 su alınır. İndi burada iki qonşu alkan dediyinə görə mən burada karbonların qarşılığını yazıram. Yəni N yox A yazıram. Bu iki dənə qonşu alkanda karbonun sayı da A. Onda bu da H2A. Onda bu da A plus 1 olacaq. Bir daha təkrar edirəm. Karbon N H2N plus 2 bu aydın məsələdə bu dənə alkanın formuludur. İki qonşu alkan dediyinə görə mən burada onları bir yerdə, oradakı iki qonşu alkandakı karbonları bir yerdə A götürürəm. Onda hidrogen də 2A üstə gəl 2, su da A plus 1 olacaqdır. Ancaq biz bunun molunu bilmirik. Qabağını X yazıram. Yəni bu qarşılığın molunu bilmirəm. Onda bu da X-a vurulacaq. Vəssalam. Buradan 90 qram su 5 mol su deməkdir. Burada su nə qədərdir? XA üstə gəl X bərabərdir 5'ə. Buradan XA bərabərdir 5 minus X. Burada bu nə qədərdir? 14AX 14AX üstə gəl 2X bərabərdir 61'ə. 14 vurulsun AX'in yerinə nə yazıram? 5 minus X. Üstə gəl 2X bərabərdir 61'ə. Buradan 70 çıxılsın 12X bərabərdir 61'ə. 9 bərabərdir 12X-a. 9'u da 12'ye böləndə X buradan 0,75 eləyəcək.